son illər allergiya xəstəlikləri niyə artıb? Məsələn, biz əvvəllər daha çox ailəsində allergiyası olan insanlarda biz bu xəstəlik gördük, amma indi ailədə allergiya yoxdur, amma baxırsınız ki, uşaqda allergiya artıq formalaşmağa başlayır. Bu nədən yaranır? Ay doktor, biz illərlə yorğan döşəkdə yatmışda, yununda, tükdə yatmışıq. O vaxt niyə belə bir xəstəliklər yox idi? Balıq yağı içsə, allergiyası aradan qalxacaq. Bəs allergik öskürək müalicə olunmazsa, gələcəkdə bu astmaya çevrilə bilərmi? Siz onu eləsəz, bütün şikayətləriniz keçib gedəcək, asma da dayanacaq, öskürək də kəsəcək. Burun tutulur və xəstə uzun müddət atribin istifadə edir. İmmun sistemimi möhkəmləndirsəm, mənim allergiyam dayanacaq, belə bir şey yoxdur. Hər birinizə xoş gördük, dəyərli dostlar, dəyərli izləyicilər. Bugün mövzumuz allergiyadır. Hər birinizin demək olar əziyyət çəkdiyiniz bir mövzudan danışacağıq. Allergiyanın ümumiyyətlə müalicəsində son yeniliklər nələrdir? Allergik xəstəliklər nədən formalaşır və bu xəstəlikdən, bu problemdən qurtulmağın yolları nələrdir? Bugün müsahibəmizdə bu mövzunu ətraflı şəkildə işıqlandıracağıq. Studiyamızın qonağı allergoloq, astma və allergiya həkimi Gülnar xanım Quliyevadır. Xoş gördük. Xoş gördük. Necəsiz Gülnar xanım? Çox sağ olun, yaxşı olasınız. Gülnar xanım mən illərdir tanıyıram. Öz sahəsində deyərdim ki, professional həkimlərdən biridir. Amma istərdim ki, siz də Gülnar xanımı daha yaxından tanıyasınız. Özünüz haqqında zəhmət olmasa məlumat verəsiniz. Mən allergoloq Gülnar Quliyeva, astma və allergiya həkimi. Bunu niyə vurğulayırıq? Çünki bəzən pasientlərimizdən və yaxud da ki, izləyicilərimizdən allergoloqun nə olduğunu soruşan izləyicilərimiz də olur. Allergoloq astma və allergik xəstəliklərlə məşğul olan mütəxəssisdir. 20 ilə yaxındır ki, bu sahədə çalışıram. Həftə içi 5 gün Funda Hospitalda pasientlərimizi qəbul edirik. Həftə sonları artıq 8 ilə yaxındır ki, bölgələrdə Gəncə, Bərdə, Mingəçevir, Quba, Lənkəran, Zaqatala və Şəkidə müntəzəm olaraq pasientlərimizi qəbul edirik. Tibbin ən son yeniliklərini astma və allergiya sahəsində, dünya miqyasında son protokolları tətbiq edərək pasientlərimizə xidmət edirik. Doktor, istərdim ki, allergiya haqqında izləyicilərimizə məlumat verək. Ümumiyyətlə, bu allergiya nə deməkdir və bu problem necə formalaşır bizdə? Allergiya necə yaranır? Hər bir orqanda toxumanın öz funksiyası var. Məsələn, ürəyimizin işi qanı pompalamaqdır, ağciyərlərimizin işi bizi oksigenlə təmin etməkdən ibarətdir. İmmun sistemin də işi bizi zərərli olan maddələrdən qorumaqdır. Zərərli olanda nəyi nəzərdə tuturuq? Virusları, mikrobları, parazitləri və yaxud da ki, bədənimizdə formasını dəyişmiş hüceyrələri, atipik hüceyrələri, yəni immun sistemin işi bizi bunlardan qorumaq, onları zərərsizləşdirməkdən ibarətdir. Allergiya isə immun sistemin kobud çıxsa da çaşmasıdır. Nə deməkdir? Yəni immun sistemin fərqli çalışmasıdır. İmmun sistemin bizim üçün zərərsiz olan maddələrə reaksiya verməsidir. Əslində immun sistem bizə yaxşılıq eləmək istəyərkən ziyan vurmuş olur. Yəni bizim üçün tam zərərsiz olan ev tozudur, polenlərdir, kif göbələyidir, müxtəlif qida maddələridir, dərman maddələridir, kimyasallardır. Bunlara reaksiya verərək allergik xəstəliklərin ortaya çıxmasına səbəb olur. Allergiya immun sistemin fərqli çalışması nəticəsində yaranan bir xəstəlikdir. Bəs doktor, son illər allergiya xəstəlikləri niyə artıb? Məsələn, biz əvvəllər daha çox ailəsində allergiyası olan insanlarda biz bu xəstəlik gördük, amma indi ailədə allergiya yoxdur, amma baxırsınız ki, uşaqda allergiya artıq formalaşmağa başlayır. Bu nədən yaranır? Allergik xəstəliklərin yaranmasında bir nömrəli səbəb genetik meyillilikdir, irsiyyətdir. Nə qədər allergiya çox yayılsa belə, yenə genetika öz aktuallığını qoruyur. Bizim pasientlərimizin müayinə zamanı qəbul etdiyimiz xəstələrin böyük əksəriyyətinin irsiyyətində hansısa bir allergik xəstəlik var. Burada diqqət çəkmək istəyirəm, şərt deyil, məsələn, pasient bizə hansı xəstəliklə müraciət edibsə, genetikasında da o xəstəlik olsun. Məsələn, uşaq pasient bizə müraciət edə bilər bronxial asma ilə. Mütləq deyil ki, onun genetikasında asma olsun. Ola bilər nənədə allergik rinitdir, ola bilər atada yaz allergiyasıdır. Yəni nəsildən nəslə allergiya meyillilik ötürülür. Allergiya sözünün altındakı bütün xəstəliklər üçün, əgər genetikamızda allergiya geni varsa, allergiya sözünün altındakı bütün xəstəliklər üçün risk qrupuna giririk. Amma hal-hazırda həyat tərzimizin dəyişməsi, dünyamızın dəyişməsi, sənayenin inkişafı, hava kirliliyi, stres altında olmağımız, artıq çəki, zərərli vərdişlərimiz, qidalarımızın tərkibindəki qatqı maddələri, ondan sonra kimyasalların, məsələn, yuyucu vasitələri ola bilər, kosmetik vasitələrimiz ola bilər, şampunlarımız, kremlərimiz ola bilər. Özünüz də diqqət edirsinizsə, hər ötən il bizim həyatımız demək olar ki, dəyişir. Yəni həyat modernləşir və müasirləşir.
biz təbiətlə bağlılığımızı itiririk. Bu da əlbəttə ki, bizim genlərimiz üzərində təsiri var və allergen və astmanın artmasına səbəb olur. Biz bayaq danışdıq, allergenin yaranma mexanizması immun sistemin çaşmasıdır dedik. Əslində immun sistem mikrobla nə qədər iç-içə olarsa, yəni biz uşaqlıqda xatırlayırsınızsa, uşaqlığımızı həyətdə bacada keçirtdik, oyun oynayaraq, yeddi şüşə ortada qaldı, top oynayaraq keçirtdik. Belə deyək, yerə düşən bir tikəni belə götürüb yedik. Bunun hamısı bizim immun sistemimizin mikrobla təmasda olmasına şərait yaratdı. Yəni biz nə qədər mikrobla iç-içə olduqsa, bir o qədər allergenin yaranma mexanizması ləngidir. Yəni bizim allergik olma ehtimalımız azaldı. Amma bizim uşaqlarımızın mikrobla demək olar təması yoxdur, torpaqla təması yoxdur, heyvanla təması yoxdur. Daha steril ortamda böyüyürlər. Yəni allergenin yaranma mexanizmasında hal-hazırda dünya miqyasında izah olunan nəzəriyyə təmizlik nəzəriyyəsidir. Yəni biz nə qədər mikrobla təması kəsəriksə, immun sistem mikrobu tanımır. Ona görə fərqli maddələrə, qidalara, dərmanlara, tozlara reaksiya verir. Məhz həyatımızın dəyişməsi allergik xəstəliklərin və eləcə də astmanın artmasına səbəb olur. Ümumiyyətlə bədənimizdə allergiyanın qidaya, heyvana, yaxud toza, yuna fərq eləmir. Nəyə qarşı olduğunu necə anlaya bilərik? Necə anlaya bilərik ki, bizim allergik bir problemimiz var? Bunu şikayətlərimizdən əlbəttə ki, anlaya bilərik. Əgər gözlərdə qaşınma varsa, burun tutulma varsa, askırma varsa, uzun müddət davam edən öskürəklər varsa, xronik öskürəklərin böyük əksəriyyəti allergik öskürəklərdir. 8 həftədən artıq uzun müddət davam edən öskürəklər varsa, bu öskürəklər quru, tutma şəkilli öskürəklərdirsə, antibiotiklərlə, bəlğəm gətiricilərlə, öskürək əleyhinə dərmanlarla sakitləşmirsə, gecə saatlarında artırsa, uşaqlarda və böyüklərdə fiziki aktivlik dönəmində, yəni uşaqlar oyun oynadıqda, güldükdə, ağladıqda, hoppanıb düşdükdə öskürəklər şiddətlənirsə, qripi, soyuq dəyməni ağır keçirirlərsə və bu öskürəklər soyuq dəymə zamanı, xəstəlik zamanı ağırlaşırsa, sinədə xırıltı, xışıltı ortaya çıxırsa, yəni siz hiss edirsiniz ki, sizin uşaqlarınızın yaşıdları xəstələnir, bir həftə 10 günə sağalır, amma sizin uşaqda öskürəklər aylarla davam edir. Soyuq havalarda öskürəkləri artırsa, isti havalarda azalırsa, artıq allergiya ağla gəlməlidir. Dəri səpkilərindən dəridə qızarma, qabarma, köpəşmə, gicitgən dalaması səpkiləri varsa, büküşlərdə quruma varsa, dəri quruluğu varsa, əllərdə çatlama, kəsilmə, qanama, şiddətli qaşınmalar varsa, artıq allergiyadan şübhələnmək lazımdır. Öskürək məsələsi çox ciddi əslində bir mövzudur. Çünki buna bağlı valideynlər də tez-tez yazırlar ki, bəs uşaqda öskürək keçmir, siz demiş həftələrlə davam edir bu öskürək. Əgər uşaqda öskürək başlayıbsa, yəni əvvəl öskürək olmayıbsa, birdən öskürək başlayıbsa və uzun müddətli davam edirsə, bu allergiyadan mı yaranır? Bunu necə fərqləndirəcəyik ki, allergiyadan yaranırmı? Əlbəttə ki, hər öskürək allergik öskürək deyil. Xüsusilə uşaqları nəzərdə tutursunuzsa, uşaqlarda kollektiv içərisindədirlər, istər bağça, istər məktəb, onların yuxarı tənəffüs yollarının infeksiyalarına yoluxma riski daha yüksəkdir. Bu qrip, soyuq dəymə, zökəm fonunda da ola bilər bu öskürəklər. Amma necə fərqləndirəcəyik ki, bu öskürək allergik öskürəkdirmi, infeksion öskürəkdirmi? İnfeksiyanın, qripin belə bir tərifi var xalq arasında, insanlarımız arasında, elə həkimlər arasında da. Qripi müalicə elədik bir həftə, eləmədik 7 gün. Onsuz da qrip, soyuq dəymə bir həftə, 10 gün ərzində tədricən sağalıb keçib gedir. Əgər öskürəklər 8 həftədən uzun müddət davam edir. Bu öskürəklər quru tutma şəklindədirsə, axşam saatlarında artırsa, pasiyenti yuxudan oyadırsa, bu öskürəklərlə bərabər əksər hallarda burun əlamətləri də olur pasiyentlərimizdə, elə uşaqlarda da, böyüklərdə də burun tutulma varsa, askırma varsa, sulanma varsa, pasiyentin əli burnunda qalırsa, burnunun ucunu əli ilə yuxarı qaldırırsa, askırma varsa, bu öskürəklər ancaq inqalyasiya ilə keçirsə, allergiya dərmanları ilə keçirsə, antibiotiklərə cavab yoxdursa, bəzən xışıltı hiss olunur, uşaq qaçdıqda, hərəkət elədikdə xışıldayır, təng nəfəs olur. Bəzən xışıltı kənardan eşidilir, xüsusilə axşam saatlarında, qrip, soyuq dəymə olduqda. Bax, bu əlamətlər varsa, artıq allergiya ağla gəlməlidir və mütləq şəkildə araşdırılmalıdır. Bəs allergik öskürək müalicə olunmazsa, gələcəkdə bu astmaya çevrilə bilərmi? Bəli, allergik öskürəklər nədən yaranır? Allergik öskürəklər tənəffüs yolu allergiyası nəticəsində yaranır. Yəni immun sistem hava yolu ilə aldığı müəyyən maddələrə. Burada biz ən çox görürük eftozu akarları, kif göbələyi və bitki polenləri
və kimyasallar, nəfəs yolu ilə alınan kimyasallara reaksiya verməsi nəticəsində yaranır və bu allergik öskürəklər əlbəttə ki, asmanın başlanğıc nöqtəsidir. Biz həmişə deyirik, asma bir günün içində, bir ayın içində yaranmır. Asmaya gedən bir yol var. Bu yolun da başlanğıcında dayanır allergik rinit və allergik öskürəklər. Allergik rinit və allergik öskürəklər həmişə deyirik, asmanın ayaq səsidir. Yəni, asma necə yaranır? Xəstələr aylarla, illərlə ya allergik rinitdən, ya da allergik öskürəkdən əziyyət çəkirlər. Yəni, hava yolu ilə alınan ev tozumu, nəmmi, kif göbələyimi, polenlərmi, kimyasallarmı, bunlara reaksiya verərək burnun və bronxların içi allergik iltihaplanır. Və pasiyentdə başlayır aylarla, illərlə bu dediyimiz, tərif etdiyimiz öskürəklər başlayır. Əlbəttə ki, bunun üzərinə düşülüb zamanında müalicə olunmazsa, pasiyentimiz özünü qorumazsa və düzgün ixtisas həkiminə müraciət etməzsə, sonu asma ilə nəticələnir. Allergiyamızın olduğunu əgər hiss eləyiriksə, amma nəyə qarşı allergiyamızın olduğunu necə anlaya bilərik? Yəni bunun hansısa bir analizi yaxud da testi varmı? Əlbəttə ki, allergik pasiyentlərimizdə biz müalicənin birinci hissəsi, ən önəmli nüans nəyə qarşı allergiyamızın olduğunu aşkarlamaqdır. Yəni biz düşmənimizi tanımasaq özümüzü qoruya bilmərik. Əlbəttə ki, allergiyanın müalicəsində ilk etap allergeni təyin etməkdən ibarətdir. Allergeni də təyin etmək üçün bizim müxtəlif testlərimiz var. Bunlardan əlbəttə ki, ilk tərcih etdiyimiz prik testidir, dəri testidir. Dəri testi nə deməkdir? Yəni müəyyən maddələri qolun üzərinə damlalar şəklində qoyuruq və iynə ilə kiçik bir deşik açırıq və iynə ilə toxunuruq. Belə deyək, həmin dərmanı dəri içinə salırıq və 10-15 dəqiqə ərzində hansı hissədə qızarma, qabarma, şişkinlik varsa, bu deməkdir bizim həmin maddəyə qarşı allergiyamız var. Prik testini təyin edirik və qandan spesifik panellərimiz var. Qan yolu ilə hansı xəstə ki, dəri testinə uyğun deyil, nə zaman uyğun deyil, ya pasiyentimizin şikayətləri aktivdir, xəstə öskürək, xırıltı, xışıltı, vızıltı ilə müraciət edib və yaxud da ki, dəridə yayılmış səpgilər var. O zaman biz dəri testini yox, qan testlərini tərcih edirik. Çünki kəskin fazada, xəstəliyin kəskin dönəmində prik testlər əks göstərişdir. Qan testləri vasitəsilə də biz qida olaraq, toz olaraq nəyə qarşı allergiyamızın olduğunu aşkarlaya bilərik. Əvvəllər hamımız yun döşəklərdə, qalın ədyallarda yatırdıq. İndi yunu həyatımızdan çıxartmağa çalışırıq və deyirlər ki, deyilənə görə hətta yun bizdə allergiya yaradır. Ümumiyyətlə yun faydalıdırmı? İstifadə edək yoxsa yunu həyatımızdan çıxardaqmı? Bu tövsiyəni biz xüsusilə yaşlı pasientlərimizə bildirəndə ki, yorğan döşək yundursa, tükdürsə bunu sintonla əvəz eləyin. Xəstələrimiz belə deyək, təəccüblə sual verirlər ki, ay doktor, biz illərlə yorğan döşəkdə yatmışda, yunda, tükdə yatmışıq. O vaxt niyə belə bir xəstəliklər yox idi? İndi siz sintfonu tövsiyə eləyirsiniz. Əslində o vaxtda allergik xəstəliklər var idi, lakin bu qədər deyildi. Bayaq da bildirdik allergik xəstəliklərin artma səbəbini. Niyə yunu, tükü allergik insanlarımıza tövsiyə etmirik? Çünki bayaq da qeyd etdiyim kimi allergik rinit, bronxial asma, allergik öskürəkdən əziyyət çəkən pasientlərimizin böyük əksəriyyətində ev tozu allergiyası aşkarlanır. Ev tozu deyəndə nəyi nəzərdə tuturuq? Paltarı çırpanda, yorğan döşəyi çırpanda, gün işığında görürsünüz necə toz yayılır. Əslində biz o tozu mikroskopda qoyub baxsaq, o canlılardır. Ev tozu akarlarıdır, ev tozu gənələridir, mikroskopikdir, gözlə görülmür və bu gənələr həm bizim dərimizdən tökülən epitellə qidalanır. Mən əlimi belə eləyəndə mənim ətrafımda çox saylı mənə aid olan epitel var. Həm bizdən qidalanır, dırnaqla, saçla, epitellə qidalanır, həm də heyvandan tökülən epitellə qidalanır. Heyvandan da tökülən nədir? Yun, tük. Ona görə əgər bizim yatağımız, yorğan döşəyimiz sintfon yox, yundursa, orada yun onların, bu akarların, ev tozu gənələrinin qidalarıdır. Ona görə orada artıq daha çox sürətlə artıb çoxalır və əlbəttə ki, orada ev tozu gənələri daha çoxdur. Ona görə də bu pasiyentlərimizin şikayətləri daha çox olur. Xəstəlik daha ağır gedişdə olur və dərmana olan ehtiyacımız artır. Ona görə bəzən pasiyentlər deyir ki, doktor, mən yorğan döşəyi, yunu, tükü hamısını sintfonla əvəz eləmişəm, xal-xal çapalazı çıxarmışam, evi də hər gün nəməski ilə silirəm, amma şikayətlərim tam itməyib. Biz sintfona keçməni tövsiyə eləyəndə nəzərdə tutmuruq ki, siz onu eləsəz, bütün şikayətlərimiz keçib gedəcək, asma da dayanacaq, öskürək də kəsəcək. Biz bunu ona görə istəyirik ki, allergenlə təmasımız azalsın, çünki tozdan bir dəfəlik qorunmaq mümkün deyil. Bu akarlardır, mikroskopik hissəciklərdir. Bura vakuum deyil, buranın özündə belə ev tozu akarları var. Amma nə qədər çox yun, tük,
xalı, xalça, palaz var, nə qədər çox ev əşyası var, nə qədər çox dibçək gülləri var, nə qədər çox xüsusilə yatdığımız otağı nəzərdə tuturuq. Nəyə görə? Çünki həyatımızın 1/3 hissəsini yatırıq. 24 saatın 8 saatını biz yataq otağında oluruq. Yəni orada bizim tozla kontaktımız daha çoxdur. Ona görə bizim asma və allergiyadan əziyyət çəkən pasientlərimizin şikayətləri ən çox axşam bir də səhər tezdən yerindən durduqda olur. Öskürəklər də, istər allergik rinitə xas olan əlamətlər də, burun tutulma olsun, askırma olsun, ağız açıq yatma olsun. Bunlar ən çox nə zaman görürük biz? Axşam və səhərə yaxın. Çünki tozla təmasımız çoxdur. Ona görə biz tövsiyə edirik ki, sinfona keçək və hətta yatmasaq da belə o otaqda yun, tük, xalı, xalça, palaz tövsiyə eləmirik. Sinfona keçmək sizi allergiyadan azad etməz, amma simptomların azalmasına, xəstəliyin gedişatının yüngülləşməsinə və dərmana olan ehtiyacımızın azalmasına səbəb ola bilər. Yatdığımız otaqda dibçəkdə gül olması allergiyanı artıra bilərmi? Bəli, yatdığımız otaqda dibçəkdə güllərin olması, yumşaq tüklü oyuncaqların olması, əşyaların çox olması bu nəyə görə şikayətlərimizi artıra bilər? Çünki nə qədər çox əşya varsa və biz nə qədər təmizkar olsaq belə o toz tutur. Ona görə də biz xəstələrimizə tövsiyə edirik minimalizmə getməyi, yəni bizim üçün vacib olan əşyaların otaqda olmasına diqqət etsinlər. Nə qədər çox əşya varsa, bir o qədər toz tutur və şikayətlərimizin artmasına səbəb ola bilər. Kondisionerlərdən istəyirdim danışardıq. Ümumiyyətlə bu kondisioner istifadəsi allergiyamızı artırırmı yoxsa azaldırmı? Kondisioner istifadəsi allergiyamızı artırmaz, amma düzgün istifadə etməsi şikayətlərimizi tətikləyə bilər. Havalar qızır, artıq yay gəlir. Bu sualı pasientlərimizdən də çox görürük və bəzən yanlış yanaşmanı görürük. Yayın sonudur, payız aylarıdır. Xəstə gəlir, deyir ki, doktor, mən bu yayı özümü məcbur elədim, heç kondisionerdən istifadə eləmədim, tərs su mənə apardım, amma kondisioner qoşmadıq. Biz bunu da istəmirik. Niyə? Çünki əziyyət çəkmək lazım deyil. Allergiyadır, asmadır. Bunlar təhlükəli xəstəlik deyil, həyat keyfiyyətini pozan bir xəstəlikdir. Yəni öskürmə, xırıltı, xışıltı, burun tıxanma xəstəmizin həyat keyfiyyətini pozur. Ona görə də 40-41 dərəcə istidə, isti havalarda kondisioner istifadə etməmək də həyat keyfiyyətini pozur. Əlbəttə ki, istifadə edə bilərik, amma müəyyən nüanslara diqqət edərək. Bunlar nədir? Kondisionerin filtrlərini tez-tez təmizləmək, çünki çox toz tutmasın, o akarlar, nəm, kif göbələyi nəfəs yollarımıza nüfuz etməsin. İkinci əsas nüans çox isti temperaturdan, məsələn, günün altından gəlib birdən-birə çox aşağı dərəcəli otağa girməmək. Yəni kondisionerin dərəcəsini birdən-birə ən aşağı dərəcəyə qoymamaq. Çünki kəskin temperatur fərqi çox istidən çox soyuğa keçmək xəstələrimizin şikayətlərini tətikləyə bilər. Temperaturu tədricən azaltmaq və orta otaq temperaturunda saxlamağı tövsiyə edirik. Doktor, maraqlıdır, pasientlər sizə ən çox hansı xəstəliklərlə bağlı müraciət edirlər? Pasientlərimizin müraciəti ən çox allergik rinitdən. Allergik rinit haqqında qısaca məlumat verim. Allergik rinit burnumuzun serikli qırşasının allergiyadan iltihaplanması nəticəsində yaranan bir xəstəlikdir. Yəni xəstələrimiz davamlı qrip kimidirlər. Burundan nəfəs almanın çətinləşməsi, burundan seli ifrazı, askırmalar, xüsusilə gecələr ağız açıq yatma, istər uşaqlarda, istər böyüklərdə səhər tezən yerindən duranda xəstə kimi oyanmaq, günorta saatlarına qədər qrip kimi olmaq, burundan seli ifrazı, boğazda qıcıqlanma, burun suyu həm öndən axır, davamlı əllərində salfetlə gəzirlər. Bunu həmişə xəstələrimə tez-tez deyirəm. Bir pasient mənə müraciət etmişdi. Dedi, doktor, mən telefonumu dəyişirdim. Köhnə telefonlardan təzə şəkillərimi yeni telefona köçürürdüm və mən o zaman fərqinə vardım ki, mən nə qədər əziyyət çəkirəm. Şəkillərin böyük əksəriyyətini mən salfetka ilə dayanmışam və evin hər tərəfində salfet var. Yəni bu xəstəlik ciddi şəkildə xəstələrimizin həyat keyfiyyətini pozan bir xəstəlikdir. Səhər tezdən yerindən duranda qrip kimi durma, askırma, sulanma, əllə burnun ucunu qaldırmaq, tez-tez təkrarlanan bu hərəkətlər eləmək, qulaq qaşınması, damaq qaşınması, boğazda tük qalmış kimi hissiyatlar, sap qalmış kimi hissiyatlar, bəzən uşaqlarda, böyüklərdə də eləcə də boğazını arıtlamaq hissiyatı, nəsə qalıbmış kimi bu kimi hərəkətləri təkrarlamaq. Bunlar allergik rinitə xas olan əlamətlərdir. Əlbəttə ki, ən çox müraciət allergik rinitlərdəndir. İkinci sırada bronxial asma. Bu da xəstələrimizin ciddi şəkildə həyat keyfiyyətini pozan bir xəstəlikdir. Təhlükəli bir xəstəlik deyil. Asma haqqında da qısaca məlumat verək.
Asma xəstəliyi də bronxların allergiyadan iltihaplanması nəticəsində yaranan bir xəstəlikdir. Yəni bronxların divarı allergiyadan iltihaplanır və bronx mənfəzi get-gedə daralır. Və daralmanın şiddətindən asılı olaraq xəstələrimizin şikayətləri ortaya çıxır. Tutma şəkilli öskürəklər ola bilər, sinədə xırıltı, xışıltı, fit səsi ola bilər, boğulma tutmaları ola bilər, fiziki aktivlik dönəmində, pilləkən çıxanda, hərəkət etdikdə, uşaqlar oynadıqda, qaçdıqda, velosiped sürdükdə bu öskürəklər tətiklənir, xışıltı bəzən kənardan eşidilir və bu spazm nə qədər dərinləşirsə, şikayətlərimiz bir o qədər artır, şikayətlər bir o qədər aktiv olur və nəticədə nəhayətində doğru, düzgün müalicə almasaq, boğulma tutmaları, tənq nəfəslik və hava çatışmazlığı ilə nəticələnir. Düzgün müalicədən danışdınız. Çox vaxt insanlar bitki tərkibli müalicələr üstünlük tuturlar. Fərq eləmir, istər fizioloji olaraq ya ümumiyyətlə allergiyanın müalicəsində də. Ümumiyyətlə allergiyanın bitkilərlə müalicəsi varmı? Pasientlərimiz bəzən bu belə deyək, istəyi bizə bildirirlər. Deyirlər ki, doktor, mənim allergiyam xroniki xəstəlikdir. Mən kimyasal dərman qəbul etmək istəmirəm. Mənə bitkisel dərman yaza bilərsinizmi? Mən kimyəvi dərman qəbul etmək istəmirəm. Qaraciyərimdən qorxuram, böyrəyimdən qorxuram. Mənə bitkisel dərman yazın. Məncə bu maraqlı bir sual oldu. Həm də belə deyək, doğru bilinən yanlışlardan biridir. Bildirmək istəyirəm ki, bitkisəllərin allergiyada köməyi varmı, faydası varmı? Bəzi bitkisel dərmanlar, bəli, allergik şikayətləri nisbətən azalda bilər. Amma biz söhbətimizin başlanğıcında danışdıq allergiyanın yaranma mexanizması. Allergiya necə yaranır? İmmun sistemi çaşıb, fərqli çalışır və müəyyən maddələrə reaksiya verir. Və bu mürəkkəb bir mexanizmadır. Burada iştirak edir immunoglobulin Y dediyimiz antitellər, mast hüceyrələr, histamin deyilən maddələr və belə deyək, çox saylı mürəkkəb bir mexanizmadır. Və bu mexanizmanı söndürən, dayandıran yalnız və yalnız kimyasal dərmanlardır. Yəni allergiya əleyhinə dərmanlardır. Əgər bitkisel dərmanların bu reaksiya, bu mexanizma üzərində təsiri olsaydı, əlbəttə ki, bu randomiza çalışmalarda öz əksini tapardı, sübuta yetirilərdi və asma və allergiyanın müalicəsində olan təlimatlara daxil olardı. Yəni protokollara daxil olardı və tibb bizə deyərdi ki, doktorlar xəstələrinizə bu dərmanları yazın. Bu belə bir şey yoxdur. Heç bir asma və allergiyanın müalicəsində müasir protokollarda bitkisel dərmanlar yoxdur. Əksinə bir şeyə diqqət çəkmək istəyirəm, bir nüansa diqqət çəkmək istəyirəm ki, allergik xəstəliklərin, xüsusilə tənəffüs yolu allergiyalarının böyük əksəriyyəti nədən yaranır? Polenlərə qarşı, bitki tozlarına qarşı, bitki tozcuqlarına qarşı olan allergiya nəticəsində yaranır. Ona görə də çox vaxt bitkisel dərmanlardan istifadə məhz tənəffüs yolu allergiyalarını, allergik öskürəkləri, mövsümsel rinitləri tətikləyə bilər. Çünki genlər bir-birinə oxşardır. Məsələn, polenlərə qarşı allergiyası olan bir pasient polinoz dönəmində bitkisel dərmanlara üstünlük verərsə, bu bitkilərin genləri oxşayır. Ona görə çarpaz allergiya nəticəsində bizim şikayətlərimiz tətiklənə bilər. Son zamanlar sosial şəbəkələrdə bəli, marketinq xarakterli, reklam xarakterli bəzi videolar mənim də qarşıma çıxır. Məsələn, zirə yağı ut hindi ilə asmaya son. Mən demirəm ki, zirə yağı və yaxud da ki, ut hindinin allergiya heç faydası yoxdur. Bəzi pasientlərimiz bu plasebo effekt ola bilər. Yəni xəstəyə belə gələ bilər ki, onun şikayətlərini azaldır. Amma bəzi xəstələr həqiqətən deyir ki, doktor, mənim şikayətlərimi azalda bilir. Yəni bu mənə kömək eləyir. Amma o asmanı sıfırlayacaq, allergiyanı tamamilə dayandıracaq. Bu kökündən yanlışdır. Mən bunları reklam xarakterli videolar adlandırıram. Asma və allergiya xroniki xəstəlikdir. Burada müalicədə məqsəd odur ki, ən ziyansız, ən təhlükəsiz dərmanlarla allergiyanı dayandırmaq və xəstəyə sağlam həyat tərzini vermək. Yəni öskürək, xırıltı, xışıltı, bron tutulması, askırma, qaşınma, köpəşmə, qabarma, yəni bunlar ciddi şəkildə həyatı belə deyək, məhdudlaşdıran simptomlardır. Bunlar olmadan xəstə tam sağlam insan kimi yaşasın və bu müasir protokollarla, kimyasal dərmanlarla mümkündür. Və pasientlərimizə, izləyicilərimizə buradan tövsiyə edirəm ki, öz başına şəkildə çox dava dərmana meyllənməsinlər və hətta deyərdim, digər ixtisas həkimləri hər hansı bir dərman təyin edərlərsə, onlara da asma və allergiyasının olduğunu bildirsinlər və digər həkimlərin də təyin etdiyi dərmanları öz allergoloqlarına mütləq məsləhət eləsinlər. Çox maraqlıdır, doktor. Əgər allergik öskürəyi olan bir insanda dəridə hansısa bir allergik bir xəstəlik yarana bilərmi?
Bəli, nəsildən nəslə biz dedik allergi meyillilik ötürülür. Əgər bizim bədənimizdə atopiya, allergi meyillilik varsa, bu meyillilik sözünün altında bütün xəstəliklər var. Allergiya sözünün altındakı asmadır, allergi öskürəkdir, allergik rinitdir, dərman allergiyasıdır, övrədir, böcək allergiyasıdır. Ona görə çox vaxt biz belə görürük, xəstənin riniti var, bronxial asma yarana bilər, asması var, övrə yarana bilər, övrə var, dərman allergiyası yarana bilər. Yəni əgər sizin bədəniniz allergikdirsə, siz digər allergik xəstəliklər üçün, yəni bir allergiyanız varsa, digər allergik xəstəliklər üçün də bəli, risk qrupuna girirsiniz, digər xəstəliklər də yarana bilər. Allergiyanın müalicəsində çox vaxt istifadə olunan üsullardan biri də burun spreyləridir. Hətta biz həkim məsləhəti olmadan aptekə yaxınlaşıb bu cür spreyləri alırıq. Bəli. Bu cür spreylərin mütəmadi istifadəsi bəzi nəticələrə, problemlərə gətirir. Məsələn, burun Bəli. ətinin şişməsinə, yaxud da asıllıq yaradır. Ümumiyyətlə allergiyadan əziyyət çəkən pasientlərə siz hansı spreyləri məsləhət görürsünüz? Demək, burun spreylərindən danışırıqsa, burada allergik rinitdən danışmalıyıq. Allergik rinit bayaq qeyd etdiyimiz kimi, yəni burunun selektiv qişasının allergiyadan iltihaplanması və bu iltihap nəticəsində burun damarlarına, selektiv qişasına çoxlu qan yığılması, burun balqaqlarının şişməsi və xəstənin qripə bənzər olmasıdır. Burun spreyləri də biz burada əlbəttə ki, allergik rinitin müalicəsində protokollarda olan allergiya əleyhinə spreylərdən istifadə edirik. Xəstələrimizin ən böyük yanlışı qripin, soyuq dəymənin, zökəmin müalicəsində qısa müddətdə istifadə etdiyimiz atribin, qalazalin, nazeylin kimi, snub kimi burun damarlarını büzücü dərmanların belə deyək, su istifadəsidir. Ən çox gördüyümüz yanlışlardan biridir. Burun tutulur və xəstə uzun müddət atribin istifadə edir. Aylarla, illərlə atribin istifadə edən pasientlərimiz var və məndə dəfələrlə xəstə olub ki, xəstə deyir, doktor, maşınımda atribin var, yataq otağımda atribin var, çantamda var, mətbəxdə var, hər yanda atribin var, çünki nəfəs ala bilmirəm. Bu asıllıq necə yaranır? Xəstənin allergiyası var, burun tutulur və xəstə istifadə edir atribini. Atribin burun damarlarını büzür və xəstə rahatlayır. Bir müddətdən sonra atribin təsiri keçdikdən sonra allergiya davam edir, çünki pasient allergiya əleyhinə müalicə almayıb. Və burun damarları əlbəttə ki, yenidən genəlir və atribinə yenə ehtiyac olur. Biz atribini, snub, qalazalin, bu qrup burun damarlarını büzücü dərmanlara nə qədər çox istifadə edəriksə, burun damarlarının elastikliyi, belə deyək, o dərmana olan həssaslığı get-gedə azalır. Yəni xəstə əvvəl gündə 2 dəfə atribin istifadə edirsə, bir müddətdən sonra 3 dəfə, 4 dəfə istifadə edir və məndə maraqlı belə bir pasient olmuşdu. Bir dəfə bir pasient zəng elədi ki, doktor, mən sizin yanınıza gəlmək istəyirdim. Təxmini siz zəng elədim və 20 gün ərzində sizin yanınıza gəlməyim alındı və bu 20 gün ərzində sizə maraqlı olar deyə istifadə etdiyim atribinlərin qablarını yığdım. Və təsəvvür edirsiniz, xəstə mənə bir salafan klyokla bir yerdə atribin qabları ilə gəlmişdi. Demək olar ki, 1-2 günə bir atribin istifadə edir və belə xəstələr çox sayılı olur və bir müddətdən sonra artıq psixoloji asıllıq yaranır və xəstə elə bilir ki, atribin olmasa nəfəs ala bilməyəcək. Atribin, burada tək atribindən yox, atribin olsun, snub olsun, qalazalin olsun, bu qrup dərmanları nəzərdə tuturuq. Burun damarını daraldan dərmanlar. Bunlar əlbəttə ki, lazımlı dərmanlardır, lakin göstəriş olan yerdə. Biz bunu istifadə etməliyik qripdə, soyuq dəymədə və zökəmdə 5-7 gündən artıq istifadəsi qətiyyən qadağandır. Biz bunu uzun müddət istifadə edəriksə nə baş verər? Burun selektiv qişasında zədələnmə və medikamentoz rinit yaranar. Yəni xəstə allergiyasını müalicə etmirdi, allergiya davam edir. Eyni zamanda burun selektiv qişası zədələnir və yaranır medikamentoz rinit. Bunların əlbəttə ki, müalicəsi var, lakin belə deyək, heç atribin istifadə etməyən bir allergik rinitli pasiyentə nəzərən onun müalicəsi bir qədər xüsusi diqqət tələb edir. Yəni onlara xüsusən yanaşırıq, çünki atribindən çıxartmaq həm belə deyək, psixoloji işdir. Xəstəni əmin eləməliyik ki, səbirli ol, gözlə, dərmanlarımız effekti görəcəksiniz. Çünki bayaq qeyd etdiyim kimi onlar psixoloji asılı hala düşürlər. Həm də ki, selektiv qişada zədələnmə baş verir. Bu zədələnmənin də bərpası zaman alır. Doktor, bəs allergiyası olan şəxslərə nələr olar, nələr olmaz? Həmin şəxslər nələrdən uzaq durmalıdır? Allergiyası olan insanlara tövsiyələrimiz nədir? İlk növbədə hər xəstəliyin ağırlıq dərəcəsi var. Bax, bu bizim yaralı bir yerimizdir. Həmişə xəstələrə mən bildirirəm. Məsələn, istənilən xəstəlik olsun. Mənim zobum var. Zob xəstəliyinin belə deyək, fərqli növləri var və ağırlıq dərəcələri var. Məsələn, şəkər xəstəliyi. Şəkər 150 olanda da xəstəyə deyirik şəkərim var, 550 olanda da deyirik şəkərim var, doğrudurmu? Allergik xəstəliklərdə istər allergik rinit olsun, istər dəri qaşınmalar olsun, istər bronxial asma olsun,
Bunun da ağırlıq dərəcələri var və ağırlıq dərəcəsinə uyğun dərmanları var. Dərmanların növləri var və dozaları var. Ona görə əgər pasiyentimiz nə qədər gec həkimə müraciət edirsə və nə qədər yanlış dərmanlara əl atırsa, bir o qədər xəstəliyimiz ağırlaşır və biz bir üst qrup dərmanlardan istifadə edirik. Yəni dərmana olan ehtiyacımız artır. Ona görə ilk növbədə allergiyadan şübhələnirsinizsə, mütləq allergoloqa müraciət edin. Zamanında nəyə qarşı allergiyanızın olduğunu araşdırın və doğru, düzgün ixtisas həkimində müalicə alın. İlk belə deyək, tövsiyəmiz bundan ibarətdir. İkinci, allergiyası olan bir insan mütləq sinir psixoloji gərginliyə diqqət etməli. Çünki xəstəliklər belə deyək, əksər hallarda sinir sisteminə tabedir. Bir insan nə qədər təşvişli, həyəcanlı, gərgin, depressiv, qayğıdadırsa, bir o qədər simptomları daha artıq olar. Mütləq sinir psixoloji sakit olsunlar. Çəkiyə mütləq diqqət etsinlər. Son illərdə biz artıq çəki ilə olan pasiyentləri çox görürük. Xüsusilə uşaqlarda çəkinin 2 dəfə, 3 dəfə normadan çox olduğunu çox görürük. Mütləq şəkildə çəki ideal bədən kütlə indeksində olsun. Çəki nə qədər artıq olarsa, piy toxuması allergiyanı tətikləyən maddələr sintez eləyir. Bundan başqa xüsusilə bronxial astmadan əziyyət çəkən pasiyentlərimizdə çəki nə qədər çoxdursa, ağciyər piylənir və xəstəliyimiz daha dərin gedir. Və bundan başqa əlbəttə ki, çəki nə qədər artıqdırsa, dərmana olan ehtiyacımız artır. Çünki əgər bir uşağın ideal çəkisi 30 olmalıdırsa, mən 30 kiloya dərman yazmalıyamsa, 60 kilodadırsa, əlbəttə ki, dərmanımın gücü çatmayacaq və məcburam dərmanımın dozasını artırım. Mütləq şəkildə ideal bədən çəkisində olsunlar, zərərli vərdişlər olmasın. Bu elə son illərdə artıq bu tendensiya aradan qalxıb, yəni siqaret xanımlarımıza da tövsiyə etmirik, çünki siqaret çəkən xanımlar da artıq çox müraciət edir. Zərərli vərdişlər olmasın, qəlyandır, siqaretdir, elektron siqaretlərdir. Qəti şəkildə uzaq dursunlar. Fast fooda meyllənməsinlər. Yəni qatqı maddəli qidalarımız nə qədər çox həyatımızdadırsa, bir o qədər allergiya tətiklənir, immun sistem qıcıqlanır, xəstəlik daha da dərinləşir və uzun müddət davam edir. Xanımlarımıza tövsiyə edirəm ki, kimyasallarla təmasda çox diqqətli olsunlar. Dəfələrlə bizə demək olar ki, hər həftə müraciətlər gəlir. Doktor, hamamı yığışdırırdım, xlordan boğuldum, mətbəxi təmizləyirdim. Kimyasal mənə reaksiya verdi. Demirik ki, heç etməsinlər. Əlbəttə ki, günlük evimizi təmizləyirik, təmizlik vasitələri lazımdır. Amma çox diqqətli, qısa müddət, bir neçə kimyasalı bir yerə qatmamaq, xüsusilə astmanız və allergiyanız varsa maskadan istifadə etmək, qapı pəncərəni açmaq, evi bol havalandırmaq. Bayaq qeyd etdiyimiz kimi evimizdə çox əşyalar olmasın. Xüsusilə bina evlərində yaşayırıqsa, evin hamısını xalı, xalça, palazla döşəmək heç istəmədiyimiz bir şeydir. Çünki artıq evlərimiz istidir. Xalçalar əvvəl bizim üçün nəyə görə lazımdır? Evlərimiz isti olsun deyə. Artıq əksəriyyətimiz yeni tikili binalarda qalırıq, bina evlərindəyik. Yəni nə qədər əşya çoxdursa, xalı, xalça, palaz çoxdursa, ev içində dibçək gülləri, ondan sonra şəkillər, açıqda kitablar nə qədər çoxdursa, bir o qədər şikayətlərimiz tətiklənə bilər. Bunlara diqqət etsinlər və əlbəttə ki, çox dava dərmana meyllənməsinlər. Həkim göstərişi olmadan dərman qəbul etməsinlər. Bu da ürək ağrıdan bir mövzudur ki, xəstələrimiz nədənsə elə düşünürlər ki, immuniteti artıran dərmanlar onların allergiyasına yaxşı təsir göstərəcək. Balıq yağı içsə allergiyası aradan qalxacaq. Bədəni möhkəmləndirən, uşağa çoxlu vitamin versəm, immun sistemimi möhkəmləndirsəm, mənim allergiyam dayanacaq. Belə bir şey yoxdur. Allergiya və asma immun sistemi zəifləməsi nəticəsində yaranmır. Əksinə immun sistemin belə deyək, fərqli çalışması nəticəsində yaranır. Ona görə əgər bu qıcıqlanmış immun sisteminə biz nə qədər yanlış dava dərman verəriksə, bir o qədər onu provokasiya eləyərik. Çox dərmana meyllənməsinlər, bol su içsinlər və fiziki aktiv olsunlar. Adinamiya, hərəkətsiz həyat tərzi asma və allergiyanın şiddətlənməsinə səbəb ola bilər. Çox sağ olun doktor. Çox maarifləndirici məlumatlar verdiniz. Həm insanların gündəlik olaraq qəbul etdiyi vitaminlər olsun, sağlam qidalanma olsun, etdiyimiz yanlışlıqlar olsun ki, bunlar yəni həqiqətən bizim həyatımızı xilas edən tövsiyələr idi. Təşəkkür edirəm doktor məlumatlara görə. Çox sağ olun. Siz sağ olun dəvətinizə görə. Ümid edirəm ki, bu söhbətimiz faydalı oldu. Pasiyentlərimizdən, izləyicilərimizdən də asma və allergiya ilə bağlı əgər hər hansı bir sualları, fikirləri, mövzumuza kommentləri olarsa, şərh bölümündə yazsınlar. Biz də sevə-sevə cavablayarıq. Günar xanım yenə qonağımız olacaq və növbəti müsahibəmizi artıq sizin təyin elədiyiniz suallar əsasında hazırlayacağıq. Sizi maraqlandıran suallar varsa buyurub yazın. Həkimimizlə əlaqə saxlamaq istəsəniz açıqlama bölümündə və videonun üzərində nömrəsi qeyd olunur. Təşəkkür edirəm bir daha Günar xanım. Siz sağ olun. İzləyicilərimizə də məlumat verim ki, studiyamızın qonağı allergoloq, asma və allergiya həkimi Günar xanım Quliyeva idi. Növbəti müsahibəmizdə inşallah yenidən görüşərik. İnşallah. Sağ olun. Sağ olun.